Üçüncü sinif Azərbaycan dili iş dəftərindən tapşırıqların izahını verəcəm. Birinci tapşırıqdan başlayaq. Uyğunluğu müəyyən et. İnək, camış saxlayan adam adlanır. Maldar, uyğun gəlir. B. Ağlamaq, fəryad etmək, nalə çəkmək uyğun gəlir. C. Yurdundan, yuvasından qovulmaq, didərgin düşmək uyğun gəlir. C. Eyni nəsildən, eyni kökdən olan həmvətən uyğun gəlir. A. Soydaş. Uyğun sözü seçib, söz birləşməsi yarat. Tayfa, uyğun gələr hansı sözə? Başçısı, tayfa başçısı. Bulaq, bulaq suyu. Səhəng, səhəng götürmək uyğun gəlir bura. Kip bağlamaq. C tapşırığına baxaq. Sualların cavabını hansı mətndən tapmaq olar? Göyçə gölü əfsanəsi, Göyçə mahalı, hər iki mətn. Qarşısında qeyd et və sualları cavablandır. Göyçə gölünün adı nə vaxt dəyişdirildi? Biz bunu öyrənmişdik. Göyçə mahalı mətnindən təxminən 100 il əvvəl Göyçə gölü Sevan adlandırılırdı. Sualı cavablandıraq. Təxminən gölü adlandırıldı. Davam edək. Göyçəlilər hansı işlərlə məşğuldular? Göyçəlilər məşğul idilər əkinçilik, maldarlıqla. Biz bunu hər iki mətndə görmüşdük. Buranı qeyd edək. Göyçəlilər nə ilə məşğul idilər? Əkinçilik və maldarlıqla məşğul idilər. Davam edək. İnsanlar suyun daşmaması üçün nə etdilər? Nə tədbir gördülər? Biz bunu Göyçə əfsanəsi mətnində öyrənmişdik. Göyçə gölü əfsanəsi mətnində öyrəndik ki, insanlar nə edirlər? Suyun daşmaması üçün iri qapaq düzəltdilər. İri qapaq düzəltdilər. İnsanlar suyun daşmaması üçün iri qapaq düzəltdilər. Hansı dastanda Göyçə haqqında məlumat var? Bu Göyçə mahalı dastanıdır. Göyçə mahalı mətnində yer alır. Kitab-ı Dədə Qorqud dastanında Göyçə gölü haqqında məlumat var. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşürüz.